Həftənin bazar ertəsi günüdür və yeni həftəmiz başlayır. Hər kəsə şəhərli həftə arzusuyla efirimizə başlayırıq. Telesəhəri izləyirsiniz. 3 saat boyunca sizinlə birlikdə olacağıq. Studiyada mən Təranə və mənim əziz həmkarım İskəndərdir. Mən əziz həmkarımı da salamlayıram. Salam, sabah xeyir olsun. Bəli, əvariyyəmiz yaxşıdır. Çünki bayram həftəsinə doğru gedirik. Hörmətli telesəhər tamaşaçıları bizi qarşıda 11 günü qeyri-iş günləri gözləyir ki, siz rahatlıqla bütün planlarınızı, istirahətinizi planlaya bilərsiniz. Hələ gec deyil. Biz isə 3 saat ərzində planlamışıq ki, sizə faydalı olaq. Bu 3 saat ərzində həm mövzu ilə bağlı, müsabiqə ilə bağlı, eyni zamanda süjetlərlə bağlı fikirlərinizi gözləyirik. 050-245-37-17. Elə bayram həftəsinə qədəm qoyuruq və milli dəyərimiz olan Novruz bayramını qeyd edəcəyik bu həftə. Və əlbəttə artıq Novruz bayramı ilə bağlı bazarlıq edənlər də var. Var, kifayət qədər çoxdur. Bəziləri sonuncu elə çərşənbə axşamına özünü saxlayır. Lakin indidən tədarük edənlərin kifayət qədər sayı çoxdur. Bazarlarda da, böyük mağazalarda da biz bunu seyr edə bilərik. Amma Təranə ən vacib suallardan biridir. Büdcə. Büdcə və artıq etmişikmi bunu ya yox? Bəli, elə günümüzün mövzusu da belədir. Bayram bazarlığını etmisinizmi? Bununla bağlı fikirlərinizi bizə yazıb göndərə bilərsiniz. 050-245-37-17 WhatsApp nömrəsi.